Salam, artıq YouTube kanalımızda müxtəlif mövzulara aid quizlər və sınaqların izahları paylaşılacaq. İlk izahımız təniklər sistemi haqqında olacaq. Birinci sualda bizdən soruşur ki, təniklər sistemində Y-i tapın. Y-i tapmaq üçün birinci sıranı 3-ə vuracağıq, ikinci sıranı isə -2-yə vuracağıq. Bu zaman 6x üstəgəlsin 9y bərabərdir 54, -6x çıxılsın 4y bərabərdir -34. X-larımız islah gedəcək. 5y bərabərdir 20, y də bərabərdir 4. Birinci sualımızın cavabı D bəndi. A-nın hansı qiymətinə təniklər sisteminin həlli yoxdur? Təniklər sisteminin həllinin olmamağı üçün şərtimiz A1 bölü A2 bərabərdir B1 bölü B2 fərqlidir C1 bölü C2 olmalıdır. İndi bu qaydanı təniklər sistemimizə tətbiq etsək, A bölü 4 bərabərdir -2 bölünsün 8 fərqlidir 3 bölü 5 olmalıdır. Birinci və ikinci misalımızı çarpazı vursaq, bu zaman 8A bərabərdir -8, A da bərabərdir -1 olacaq. Cavabımız Y bəndi. Üçüncü sualımızda modulda x üstəgəl y tapını soruşur. Toplama üsulunu tətbiq etsək, x-in kvadratı üstəgəlsin x, y-dən x, y toplayanda 2xy plus y-in kvadratı bərabərdir 9. Birinci hissə bizə müxtəsər vurma düsturunu verir. X üstəgəlsin y-in kvadratı bərabərdir 9 və bu zaman alınır ki, x üstəgəlsin y bərabərdir müsbət -3. Bizdən modulda x üstəgəl y soruşduğuna görə cavabımız olacaq x üstəgəl y modulda bərabərdir 3. Doğru cavab D bəndi. Dördüncü sualda isə bizdən modulda x çıx y soruşur. Yuxarıdan x, y mötərizə xaricinə çıxartsaq, alınar x kvadrat üstəgəlsin y kvadrat bərabərdir 16. X kvadrat üstəgəl y kvadratın bizə 8 verdiyi məlumdur. Bu zaman x, y vur 8 bərabərdir 16, x, y də bərabərdir 2. Modulda x çıx y soruşduğuna görə köməkçi müxtəsər vurma düsturundan istifadə edərək x kvadrat üstəgəl y kvadratın açılışını yazaq. X çıx y-in kvadratı üstəgəlsin 2xy bərabərdir 8. X-i biz 2 tapdıq. Gətirək yerinə yazaq. Bu zaman x çıx y-in kvadratı üstəgəl 4 bərabərdir 8. X çıx y-in kvadratı 4 taparaq və buradan da alınacaq ki, x çıx y bərabərdir müsbət -2. Modulda soruşduğuna görə müsbət 2 götürəcək C bəndi. 5-ci sualımız modulda x çıx y soruşur. Toplama üsulundan istifadə etsək, yuxarı sıranı 2-yə vursaq, bu zaman alınacaq 2 kök altda x çıxılsın 2 kök altda y bərabərdir -2. Aşağı sıranda olduğu kimi köçürək. Alt-alta toplasaq, 2 kök altda y-lər islah gedəcək. Bu zaman 5 kök altında x bərabərdir 10, kök altda x də bərabərdir 2 taparıq. Kök altı x-in qiymətini gətirib ya birincidə ya da ikincidə yerinə qoyaraq kök altı y-i tapaq. Birincidə yerinə yazsam 2 çıxılsın kök altı y bərabərdir -1, kök altı y də bərabərdir 3 alarıq. Kök altında x vur y-i biz kök altında x vurulsun kök altı y şəklində yaza bilərik. Bu zaman kök altı x-in yerinə 2, kök altı y-in yerinə də 3 yazarıq. 2-ni 3-yə vursaq cavabımız 6 A bəndi olacaq. Daha sonra 6-cı sual. A-nın hansı qiymətinə təniklər sisteminin həlli yoxdur? Artıq təniklər sisteminin həlli yoxdur şərtini ikincidə qeyd etmişik. Bu zaman A bölünsün 12 bərabərdir 3 bölünsün A fərqlidir 1 bölünsün 2 olacaq qaydamız. Birinci ilə ikincini çarpaz vursaq, burada uşaqlar fərqlidir 2-də 1 olmalıdır. Alınacaq A kvadratı bərabərdir 36, A da bərabərdir müsbət -6. Cavablarda görürük ki, -6 və müsbət 6 da var, -6 variantı var və müsbət 6 variantı var. Bu zaman tapdığımız cavabı yerinə qoyub yoxlayacaq ki, hansı ödəyir, hansı ödəmir. A-nı 6 götürsək, bu zaman alınacaq 6 bölü 12 bərabərdir 3 bölü 6, fərqli olmalıdır 2-də 1-dən. Amma baxırıq ki, bunların hər birinin cavabı 2-də 1 eləyir və bu da təniklər sisteminin son sayda həlli uyğun gəlir. Ona görə düzgün cavabımız C -6 olacaq. 7-ci sualda x-i soruşur. Birinci sıranı müxtəsər vurma düsturuna görə 5 qısıq y, 5x üstəgəl y yazaq.
və bizə 5 qısıq y-i 2 veribdir. Gətirib yerinə yazsaq, 2 vurulsun, 5 qısıq y bərabərdir 16. Bu zaman taparıq 5 qısıq y bərabərdir 8. Artıq bizdə 5 qıs üstəgə y-in 8 olduğu məlumdur və şərtdə 5 qıs minus y-i 2 vermişdir. Toplama üsulundan istifadə etsək, y-lər islah gedər. 10x bərabərdir 10, x də bərabərdir 1. Bizdən də uşaqlar x-i soruşurdu. Cavab olacaq C bəndi. 8. A-nın hansı qiymətində tənliklər sisteminin həlli yoxdur? Əvvəlcə yuxarı sıranı sadələşdirək. Bizə verəcək x çıx y-in kvadratı bərabərdir 0. Buradan da biz alarıq x çıx y bərabərdir 0-a. İkinci sıranı da gətirək, yazaq yerinə. Ax üstəgə 3y bərabərdir 5 və həlli yoxdur qaydasını tətbiq eləsək, 1 bölünsün a bərabər olmalıdır mənfi 1 bölünsün 3, fərqlidir 0 bölünsün 5-dən. Çarpaz vursaq, mənfi a bərabərdir 3, a bərabərdir mənfi 3 olacaq. Cavabımız A bəndi. 9-cu sual. X-i soruşur. Uşaqlar, burada x-i mötərizə xaricinə çıxaraq birincidən, x-i mötərizə xaricinə çıxaranda x üstəgə y bərabərdir 16 alarıq. X üstəgə y-in 8 olduğunu şərtdə bizə verdiyi üçün yerinə yazaq. X vur 8 16-dırsa, x olacaq 2. Doğru cavab D bəndi. Daha sonra 10-cu sual. Hasilin sıfıra bərabər olmaq üçün qruplardan heç olmazsa biri sıfır olmalıdır. Ona görə hər mötərizəni ayrı-ayrılıqda sıfıra bərabər eləsəm, x-i 3 taparıq. Burada y üstə 6-dır, görünməsə də tam. Y üstə 6 üstəgə 4 bərabərdir 0. Y üstə 6 bərabərdir mənfi 4. Bilirik ki, cüt dərəcədən mənfi ola bilməz. Ona görə bu həll düzgün deyil. X-i 3 tapdığımız üçün gətirək ikincidə yerinə yazaq. 2 vur 3 çıx y bərabərdir 5. 6 çıx y 5-dirsə, y-də olacaq 1. X 3, y 1-dir. Bizdən cəmin soruşduğuna görə 3 üstəgə 1, cavabımız olacaq 4. Doğru variant A bəndi. 11-ci sual. Tənliklər sisteminin sonsuz sayda həlli var. A və B-nin qiymətini tapmalıyıq. Sonsuz sayda həldə 1 bölünsün A bərabərdir 1 bölünsün mənfi 1 bərabərdir B bölünsün 5. Bu zaman əvvəlcə birinci və ikincini çarpaz vuraq, A-nı tapaq. A bərabərdir mənfi 1-ə. Daha sonra isə ikinci və üçüncünü çarpaz vuraraq B-ni tapa bilərik. Mənfi B bərabərdir 5, B də bərabərdir mənfi 5. A mənfi 1, B mənfi 5. Doğru cavab A bəndi. 12-ci sual. A-nın hansı müsbət qiymətində tənliklər sisteminin yeganə həlli var? Bu tip misallarda birincidə əvəz etmə eləyib, ikincidə yerinə yazacaq. Bu zaman x bərabərdir a çıx 2y. Gətirib indi ikincidə yerinə yazaq. X-in yerinə a çıx 2y vur y bərabərdir 2. A, y mənfiyə vursaq hər tərəfi, bu zaman artıq kvadrat tənlik yarandı. Kvadrat tənliyin yeganə həlli olmaq üçün diskriminant 0 olmalıdır. Bu zaman a kvadrat çıxılsın, 16 bərabərdir 0. A da müsbət mənfi 4-dür. Bizdən müsbət qiymətini soruşduğuna görə düzgün cavab alacaq B bəndi müsbət 4. 13-də A-nın hansı qiymətində tənliklər sisteminin sonsuz sayda həlli var? A bölü 4 bərabərdir mənfi 4 bölünsün mənfi A bərabərdir 2 bölü 2. Burada mənfilər mənfini mənfi bölündə müsbət eləyəcək. Birinci və ikincini çarpaz vursaq a kvadrat bərabərdir 16, a bərabərdir müsbət mənfi 4. Uşaqlar, baxın, A bəndində müsbət mənfi 4 var, B-də mənfi 4 var, C-də 4 var. Deməli, biz tapdığımız cavabı yerinə qoyub yoxlamalıyıq. Görək, hansı ödəyir, hansı ödəmir. Mənfi 4-ü yerinə yazsam, bu zaman mənfi 4 bölü 4 bərabərdir 4 bölünsün mənfi 4, o da bərabər olmalıdır 2 bölü 2. Birinci ilə ikinci bir-birinə bərabər olur, amma üçüncü bunlara bərabər olmur. Doğru cavabımız olacaq C bəndi 4. Tənliklər sistemində x, y, z hasilini soruşur. Əvvəlcə burada ikinci ilə üçüncünü alt-alta toplayaq. Bu zaman y-lər islah gedər, z-lər islah gedər. 2x bərabərdir 2, x bərabərdir 1. X-i birinci və ikincidə yerinə yazaq. 1 üstə gəlsin 2y üstə gəl z bərabərdir 8.
1 çıxılsın y üstə gəl z bərabərdir 2. Sadələşdirsək, bu zaman alınacaq 2y üstə gəl z bərabərdir 7. Mənfi y üstə gəl z bərabərdir 1. Alt-alta çıxsaq zlər gedər. 3y bərabərdir 6, y də bərabərdir 2. x1, y2. İndi istənilən birində yerinə yazıb z tapa bilərik. Bu zaman 1 üstə gəlinsin, y-imiz 2-dir. Z-də 3 taparıq. Bizdən hasilini soruşduğuna görə 1 vur 2 vur 3. Doğru cavab 6 B bəndi. 15-ci sual. Sistemdən x, y hasilini soruşur. X kvadrat üstəgə y kvadratın 20-yə bərabərdir. Bu zaman biz köməkçi müxtəsər vurma düsturundan istifadə edərək x çıxılsın y-in kvadratı üstə gəlsin 2xy bərabərdir 20. X çıx y 2-yə bərabərdir. 4 üstə gəl 2xy bərabərdir 20. 2xy bərabərdir 16. Xy də buradan 8-ə bərabər olacaq. Doğru cavab A bəndi. 16-cı sual. Bizdən x kvadrat üstəgə y kvadratını soruşur. Yuxarıdan x, y-i mötərizə xaricinə çıxartsaq, bu zaman alınır x çıx y bərabərdir 12. X, y 12-yə bərabər olduğu üçün yerinə yazsaq, x çıx y-imiz 1-ə bərabərdir. X kvadrat üstəgə y kvadratını soruşduğuna görə köməkçi müxtəsər vurma düsturuna əsasən açsaq, düsturumuz bu formada olacaq. X çıx y-in kvadratı üstə gəl 2xy bərabərdir. X çıx y 1-ə bərabərdir. Misalın özündə də x, y 12 vermişdir. Doğru cavab 25 A bəndi olacaq. Uşaqlar 17-ci sualda x üstəgə y, x minus y fərqini soruşur. Deməli, bu misalı necə tapa bilərik? Daha rahat. Alt-alta çıxaq. 5x-dan 4x çıxanda x, 4y-dən 5y çıxanda alınacaq bizdə mənfi y bərabərdir 28-dən 26 çıxanda 2. Variantda 2 cavabı yoxdur. O zaman x üstəgə y cəmini tapaq. Alt-alta toplasaq, yenə uşaqlar 5x-dan 4x toplasaq 9x üstə gəl 9y bərabərdir 28-dən 26-nı toplayanda da 54. Hər tərəfi 9-a bölsək x üstəgə y bərabərdir 6. Doğru cavab D bəndi. 28-də, daha doğrusu 18-də x, y fərqini soruşur. X, y fərqini soruşursa, aşağıdakı sıradan yuxarıdakını çıxa bilərik. 3x-dan 2x çıxanda 1x, 4y-dən 5y çıxanda mənfi y bərabərdir. 13-dən də 11 çıxsaq 2. Doğru cavab 2. 19-cu sual. X, y soruşulur. Deməli, uşaqlar, cəm nə zaman 0 olur? Ya toplananlar əksəriyyətlər olmalıdır, ya da hər iki toplanan 0 olmalıdır. Qüvvət cüt dərəcədən olduğuna görə burada əksəriyyət olma ehtimalı yoxdur. Bizim bir ehtimalımız qalır ki, hər iki mötərizəmiz 0 olmalıdır. 3-də 5x çıx 10 bərabərdir 0, həmçinin y bölü 2 çıx 1 bərabərdir 0. X 6, y 2. Bizdən də hasili soruşduğuna görə 2 vur 6, cavabımız olacaq 12. Düzgün cavab 12. 20-ci sual. Cəmi 14 alan x və y ədədləri üçün uyğunluğu müəyyən edin. Deməli, bizə şərtdə x üstəgə y 14 veribdir. Bir-bir bu bəndləri verərək uyğunluğu müəyyən edəcəyik. Əvvəlcə x çıx y bərabərdir 12-ni tapaq. Alt-alta toplasaq y-lər islah gedir. 2x bərabərdir 26, x bərabərdir 13. 1-ə uyğun gəlir A bəndi. Daha sonra x üstəgə y yenə 14-dür. X çıx y bərabərdir 8 olarsa, y-lər yenə islah gedir. 2x bərabərdir 22, x də bərabərdir 11. 2-yə uyğun gəlir C bəndi. 3-ü tapaq indi də. X üstəgə y yenə 14-dür. X minus y bərabərdir 4. 2x bərabərdir 18, x də bərabərdir 9 olacaq. 3-ə də uyğun gələcək D bəndi. Uşaqlar, PDF-i əldə etmək üçün Erst Akademi ya Instagram ya da ki Telegram kanalına baxa bilərsiniz. PDF-in təmiz forması orada var.
YouTube kanalımızda da artıq hər mövzuya uyğun quiz izahları və yaxud da ki, buraxılışa uyğun sualların izahları olacaq.